Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Salatu ve selamu ala eşrafil enbiya ve seyyidil mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul ukdeten min lisani yefkahu kavli emma ba'd. Allah həmd olsun möhtərəm qardaşlar. Artıq bu gecə Qədir gecəsinin müvafiq olan ilk gecələrdən sayılır. Hansı ki Allah Resulü sallallahu aleyhi ve sellem bizlərə Qədir gecəsini son 10 günün tək günlərində axtarmağı tövsiyə edir. Hansı ki artıq Rəbbimizə həmd olsun, o günlər bu gecədən başlayır. Və artıq çalışmalıyıq ki, ibadətləri bu gündən etibarən daha da artıraq. Daha da artıraq. Çünki Qədir gecəsi Ramazan ayında və ilin ən fəzilətli gecəsidir. Düşünün ki, Allah Subhanahu ve Teala o gecə haqqında Quran-ı Kerimdə surə nazil edib. Və buyurub ki, İnna ənzəlnəhu fi leylətil qadr. Biz Quranı Qədir gecəsini nazil etdik. Və mə ədrakə mə leylətul qadr. Nə bilirsən ki, Qədir gecəsi nədir? O da onun əzəmətli olmağını göstərir ki, Allah Resuluna deyir ki, nə bilirsən ki, Qədir gecəsi nədir? Leylətul qadri xayrun min əlfi şəhr. Qədir gecəsi 1000 aydan daha xeyirlidir. Düşünün, 1000 aydan daha xeyirlidir. Bir insanın 83 il ibadətinə bərabər, yəni ondan daha üstündür. 1000 aydan daha xeyirlidir. Və o gecədə sonra buyurur ki, tətənəzzəlül mələikətü və ruh. O gecə bütün mələklər və ruh Cəbrail əleyhisselam yer üzünə inirlər. O günün fəzilətindəndir. Və sonra buyurur ki, fiyhə bikulli tətənəzzəlül mələikətü və ruhu fiyhə min kulli əmrin səlam. Səlamun hiyyə hattə matlə'il fəcr. Və o günü səhərə qədər salamatçılıq olur. Yəni, sakitçiliyi olur. Necə ki, alimlər o ayət kəlmənin təfsirində buyururlar ki, Qədir gecəsinin əlamətlərindəndir ki, o gecə sükunət olar, sakitçiliyi olar, fırtına olmaz və o gecənin əzəmətindəndir. Və ilk öncə, möhtərəm qardaşlar, Qədir gecəsində olan fəzilətləri sayaq. O gecədə çox böyük bərəkət, rəhmət olar. Və o gecədə ilin qədəri yazılar. Və kim o gecəyə təsadüf edərsə, nə xoş o insanın halına ki, o gecəni ibadətlə keçirib və bağışlanması üçün, həyatının dəyişməsi üçün çox böyük bir əlamətdir. Və ən əsası da xayrun min əlfi şəhr. 1000 aydan daha xeyirlidir. Düşün ki, bir gecə ibadət edirsən, 1000 aydan daha fəzilətli bir gün. Düşünən mümin üçün çox böyük ibrətdir. Necə ki, alimlər buyururlar ki, İbn Qayyim və qeyriləri, bilsəydik ki, ilin 365 günün hansısa bir günündədir və hər gününü ibadətlə keçirərdik ki, o gecəni əldə edək. Hamımız eşidirik ki, Qədir gecəsi, Qədir gecəsi. İnsanlar deyirlər, bəzən insanlar səhərə qədər otururlar, ancaq faydasız keçirirlər. Ancaq onun əzəmətini eşidiblər, ancaq dərk etmirlər. Ancaq bilməliyik ki, Qədir gecəsi ilin ən fəzilətli günüdür, ən əzəmətli günüdür. Mömin onu dəyərli keçirməlidir. Necə ki, bir gün Allah bizə nəsib edib Məkkədəyik və hər kəslə müşahidə edir ki, günü-gündən Qədir gecəsi yaxınlaşan günlərdə izdiham daha da çoxalır. İnsanlar xeyri əldə etməyə çalışırlar. Və hər birimiz çalışmalıyıq ki, bu gecələri faydalı keçirək. Və Ayşə anamız radiyallahu anhə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə soruşur ki, ey Allahın Rəsulü, birdən o gecəni əldə etsək, nə dua edək? Allahdan nə istəyək?
Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, o gecede en çok bu duanı edin. Allahümme inneke afuvun tuhibbul afve fa'fu anni. Allah'ım sen bağışlayansan, bağışlamağı sevirsən, məni bağışla. Və hər bir mümin bu gecədə ən çox edəcəyi dua bu duadır. Və həqiqətən də hər şeyi burada duada cəm edir. Allahım sən bağışlayansan, bağışlamağı sevirsən, məni bağışla. Və düşünün ki, bir mümin bağışladıqdan sonra nə xoş onun halına. Bu dünyada bağışlanmaqdan daha gözəl mümin üçün heç nə yoxdur. Ona görə də Allah Resulü buyurur ki, bağışlanmaq üçün dua edin. Allah'tan bağışlanma isteyin. Çünkü her birimiz günahın, çirkabın içinde batırıq. Bütün il boyu ve bütün hayatımız boyu. Ona göre mümin çalışmalıdır ki gününü faydalı geçirsin ve düşünün ki 5 gündən ibarət. Və ümumi götürəndə 10 gündən ibarət. 365 günün 10 günündən ibarət. Ve bu 10 günü değerli geçirərsə mümin, faydalı geçirərsə, vallahi ola bilsin ki onun bağışlanmasına səbəb olar. Və həyatının dəyişməsinə səbəb olar. Yaxşıya doğru. Ona görə çox əzəmətli bir gündür. Və düşünən insan üçün çox əzəmətli gündür. Bu günü Quran-ı Kərimlə, Allah'tan bağışlanma istəməklə, zikirlə, dua ilə, sədəqə ilə keçirməliyik. Necə ki Allah Resulü sallallahu aleyhi ve sellemin son 10 günü başladıqda Ayşe anamız buyurur ki,